Salam, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, çox yaxşısınız. Həyatımda ilk dəfədir ki, YouTube videosu çəkirəm və səsləndirirəm. Mən epoksidən təsbehlər hazır edirəm. Mən ilk dəfə bunu öyrənməyə çalışanda heç bir YouTube, TikTok, Instagram səhifələrində, yəni video gedişatı görməmişdim. Səhv düz eləyə, yəni nə qədər material zay eləyə öyrənmişəm. İndi də vahab bir şəkildə bilirəm deyə bilmərəm. Çünki məndən yaxşı eləyənlər də ola bilər və var da. Ev şəraitində, yəni sizdə necə bir epoksidən təsbeh düzəltilər, onu göstərmək istəyirəm. Əsas bizə lazımdır saç, epoksi, hazırda lazım olan və qəlb. Saçları mən suda isladıram ki, səliqəli şəkildə dağılmadan qoymaq olsun. Suda islatdıqdan sonra isə rahat bir şəkildə qabın içərisinə keçirsiniz və zubatçıskadan ora qoya bilərsiniz. Yenə deyirəm, yəni ilk dəfədir səsləndirmə edirəm, video çəkirəm. Çox həyecanlıyam. Estetik cəhətdən də, yəni o olmaya bilər. Bu videonu paylaşan zaman 0 abunə, 0 takipçi olacaq. İnşallah ki, bəyənərsiniz. Bundan qabaq elədiyim əl işlərim Instagram səhifəmdə var. Oradan da girib rahatlıqla baxa bilərsiniz. Neysə, burada başlayıram yerləşdirməyə. Yerləşdirirəm. Çalışın saçı çox şəkildə qoymayın, az qoyun. Mən bəzilərini ola bilər çox qoyuram. Burada saçları yerləşdirdikdən sonra keçəcəm epoksiyə. Epoksiyə keçməmişdən qabaq qeyd edeyim ki, yəni bu mənim birinci deyil. Bundan qabaq da bir neçə dənə eləmişəm və çox şükür ki, sifarişlər götürmüşəm. Siz də eləyib sifarişlər götürə bilərsiniz. Yəni saçla əbədiləşdirə bilərsiniz, sevdiyiniz insanlara hədiyyə eləyə bilərsiniz. Mən epoksi ilk dəfə aldığım yer çox gözəl idi. Sonra oradan çatdırma problemi yaşadığım üçün başqa bir yerdən sifariş eləmişdim. Bərbad bir epoksi göndərmişlər. Mallarını, boyunlarını almadılar, qaytarmadılar. Yəni bir neçə nəfərin də o yerdən şikayəti var. Gələcəyini inşallah tanınmış olsam, siz də öyrənmək istəsəz həmən yeri paylaşaram ki, almayasınız. Düzdür, antireklam olacaq, amma ki həqiqətən də çox bərbad bir epoksi göndərmişlər. Hazırda evdədir. Yəni çox bərbad. Nə qədər müştəri itirmişdim. Neysə, burada keçirəm epoksini hazırlamağa. Epoksini hazırlamaq üçün 2-nin 1-ə nisbəti olan bir epoksiden götürürəm. Birincisi A'dan əlavə eləyib, A'nı bir hardasa 30-40 saniyə qarışdıqdan sonra B-ni əlavə eləyib, ikisini bir yerdə 1 dəqiqə, 1-2 dəqiqə qarışdırıram. Qarışdırdıqdan sonra şpris vasitəsilə şpris köpüğü yarada bilər. Köpüğü yaranmasın deyə alt hissəsindən yandıranla elə belə keçin. Yəni yandıranı yandırın, epoksini bir əlində tutun, alt hissəsindən keçin. Burada mən artıq içərisinə doldurmağa başlayıram epoksini. Düzdür, çalışın dağılmasın. Məndə dağılır, dağılmamağı mümkünsüzdür, amma yəni dağılmasa çox yaxşı olar. Şprizi epoksi düz elə qəlbin içərisində yerləşdirirəm. Elə azacıq sıxaraq başlayıram doldurmağa. Riski qaldıranda dağıla bilir bu formada. Dağıldıqlarını da atmıram. Epoksinin içərisinə yerləşdirirəm. Yəni başqa boş qəlbin içərisinə yerləşdirirəm və salfetkanla silirəm. Çalışın ki, çox dağılmasın və içərisində bu formada saxlamayın, sonra silin. Mən 36-lı qəlb olduğu üçün 40-45 milli epoksi hazırlamışam. A'nın 2-nin 1-ə nisbəti olduğu üçün epoksilər, yəni birini tökürsüz, o birindən tökdüyünüzün yarısı qədər tökürsüz. Onu da sizə gələn videolarda dəqiq başa salacağım. Və 36-lı qəlb olduğu üçün 40-45 milli hazırlamışam. Çünki bu formada içərisində dağılanlar olur, şprizin içərisində qalanlar olur. Hazırladıqdan sonra səliqənlə içərisində qalmasın deyə qulaq çöpündən silirəm. Yəni yanlarında qalmasın, quruyanda səliqəsiz olur. Bu qəlb də 5-6 dəfə istifadəli üçündür və qoyuram otaq temperaturunda pəncərənin qabağına 6 ataplenadır. Üstü pəncərə o normal şəkildə qurusun. 2 gün normalda 48-24 saat da quruyur. Mən 2 gün saxladım. Qurumuşdu, amma 2 gün saxladım. Bu formada estetik səliqə ilə çıxartmağa çalışıram. Çox qəşəng quruyub, çox gözəl olub həqiqətən və hazırlamağa başlayıram. Hazırlamaq üçün burada göstərirəm ip və muncuq aksesuar, təsbeh aksesuarları lazımdır. Heyecanlı ola bilərəm, tam danışa, yəni sözləri ifadə eləməyə bilərəm. Yenə deyirəm, bu mənim ilk videom və ilk səsləndirməmdir. Burada muncuqları başlayıram düzməyə və aralarından ara kəsmək üçün aksesuarlar bu formada yerləşdirirəm. Muncuqları düzdükdən sonra
Bu 36-lı qəlb olduğu üçün mən harsa 20 neçə ədəd muncuqdan eləmişəm. Muncuqları düzməyə başlayıram. Muncuqları düzdükdən sonra işıqlar sönür, tam şəkildə isə çəkə bilmirəm. Gələn videolarda əgər bəyənsəz onu da çəkərəm inşallah sizlə. Burada muncuqları düzdükdən sonra müştəri qutulu sifariş eləmişdi lazer yazılan. Qutunu sifariş elədim. Qutu gəldi və qutuya yerləşdirirəm. Siz də epoksidən öyrənmək istəsəz və yaxud da işləmək istəsəz, sifariş vermək istəsəz əlaqə saxlaya bilərsiniz. Bu mənim ilk səsləndirmə videomdur. Yenə də estetik alınmaya bilər. Axırda bu formada alınır. Məncə pis deyil, bəs sizcə? Müştərim də bu arada çox bəyəndi. Yorumlarda axıra qədər baxdıqca çox sağ olun. Fikirlərinizi gözləyirəm.